Salihə möminə qadınları, fasik, asi, itaat etməyən qadınlara dəyişənlər var. Aldanıb gözəlliyinə və s. makiyajına zada. Bu bir möminə yaraşarmı qardaş? O salihə qadın namusunu qoruyur, ismətini qoruyur, malı mülkünü qoruyur qardaş, övladlarını qoruyur. O qadınlara dəyər vermək lazımdır. Onları sevmək, əzləmək lazımdır. Peyğəmbər sallallahu əleyhi və səlləm öz qadınlarına çox qoruyardı, çox dəyər verərdi. Bugün kişilər var, qadınına belə qayğı göstərməyən kişilər var. Arvad xəstələndisə versən dedir, heç nə olmaz. Arvad indi Allah şəfa versin, yaxşı olar inşallah. Dur yemək ver, dur onu elə, dur abi yazıb püskündədir, dur özün istəyən çay özün süz də qardaş. Ayıb şey deyil. Həqiqətən elə kişilər var ki, bugün qara yox, mən də kişiyəm deyir, mən eləmirəm deyir. Dur mənə yemək hazır. Arvad 40 dərəcə temperaturdadır. İslamın qadına verdiyi dəyər vallahi heç bir millətlər vermir. Sən ən dəyərli əşya səndə olarsa, məsələn səndə neçə karat qızıl almazın var, brilyantın var. Ortaya belə qoyarsan mı baxsın? Qoyarsan qardaş. Qiyməti babat qiyməti var da. Görüm kim ortaya qoyar? Baxın bu mənim məsələn neçə karat brilyantdır. Kim qoyar ortaya qardaş? Bizim qadınlarımız da onlardan da dəyərlidir. O əşyadan da dəyərlidir. Ona görə bəsləyir, saxlayır ki, yad gözlərdən uzaq olsun deyə. Heç kəs öz dəyərli əşyasını belə ortaya qoymur. Və biz də mömin kişilər öz qadınlarımız da həm onların iffətini, ismətini, namusunu qorumaq üçün də, həm cəmiyyətin islahı üçün də biz qoruyuruq onları. Ona görə deyirik ki, bəli, hicab Allahın əmridir. Həm Allahın əmridir, həm onları qoruyuruq, həm də cəmiyyəti qoruyuruq. Fuhuş əməllərdən, zinadan, əxlaqsızlıqdan. Onun üçün qadınlarımız belə əlhəmdə hicab taxırlar, qorunmaq üçün, cəmiyyətin islahı üçün.